Böyük evimiz, dövlətimiz. Bir gün balaca Turan atasından soruşdu. Ata, televizorda tez-tez dövlət sözünü eşidirəm. Dövlət nə deməkdir? Atası gülümsüyüb Turanın saçını sığalladı və dedi. Oğlum, bizim yaşadığımız bu mənzil tək bizim ailəmizin evidir. Amma bütün ailənin, milyonlarla insanın birlikdə yaşadığı, qanunlarla idarə olunan ən böyük evimiz isə bizim dövlətimizdir. Bizim dövlətimizin adı Azərbaycandır. Dövlətin öz qayda qanunları olur. Məsələn, məktəblərin açılması, yolların salınması, xəstəxanaların tikilməsi və bizi qoruyan ordunun olması dövlətin sayəsindədir. Hər bir müstəqil dövlətin onu dünyada tanıdan xüsusi rəmzləri, bayrağı, gerbi və himni olur. Biz harda yaşayırıqsa yaşayaq, dövlətimizin qaydalarına əməl etməli, onu sevməli və qorumalıyıq. Çünki dövlət olmasa, biz təhlükəsiz və rahat yaşaya bilmərik. Turan artıq başa düşmüşdü. Dövlət hər kəsi birləşdirən böyük və güclü bir ailə idi.